Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Değerli Müslümanlar, değerli müminler, bu hafta, bu cümle günündə inşallah söhbət açmağa çalışacağımız mövzu mənəvi xəstəliklərdən hesab olunan, cənnətin qapılarını insanın üzünə bağlayan yalan və onun fəsadları haqqında olacaqdır inşallah. Heç şübhəsiz ki, biz Qur'an-ı Kərimə nəzər etsək, bütün mövzularda ana kitabımız, həyat kitabımız olan Qur'an-ı Kərimə baxdığımız zaman, Qur'an-ı Kərimdə və hədislərdə yalanla bağlı bir çox ayələr, bir çox hədislər mövcuddur. Yalan ən, belə deyək, əxlaqi keyfiyyətlərin ən mənfi keyfiyyətlərdən biridir. Bildiyiniz kimi, insanlar arası sağlam münasibətlər mühüm amillər şərtdir. Bu amillərdən ən üstünü heç şübhəsiz ki, səmimiyyət üzərində qurulan münasibətdir. Əks təqdirdə insanlar arasında güvən, etimad aradan qalxar və insanlar biri digərinə inanmazlar. Məhz yalan bu dəyərləri, yəni güvəni, etimadı aradan aparan və pisliklərə qapı açan mənəvi xəstəliklərdəndir. Yalan bir yönüyle Allah'a karşı çıkmaktır. Yalan bir yönüyle Allah'ın istediği şeyleri etmemek, istemediği şeyleri etmektir. Bildiğiniz gibi yalan Ərəb dilindən kizb sözündendir. Yani bir şeyin əksini etmek. Biz müxtəlif cəmiyyətlərdə olsun, müxtəlif hadisələrdə olsun, baş verən hər bir hadisənin təməlinə baxsaq, o təməlində, o cinayətlərin tərkibində mütləq yalan da öz izini qoyubdur. Və ona görə də dinimiz bizlərə yalanın istər böyük olsun, istər kiçik olsun, bütün növündən çəkinməyi dinimiz bizə əmr edir. Biz dini mətnlərə baxdığımız zaman görürük ki, günahları kateqoriyaya bölsək, böyük, kiçik günahlar, yalan böyük günahlar içərisindədir. Və Allah Rəsulü, Allahın salamı olsun ona buyurur ki, sizə böyük günahdan xəbər verimmi? Allaha şərik qoşmaq, valideynin üzünə ağ olmaq və yalan söyləmək. Yalan söyləmək Allaha şərik qoşmaqla bərabər götürülür. Ancaq əxlaq alimləri biraz da məsələnin dərinliyinə gedərək buyurur ki, əslində günahın böyük kiçiyindən daha çox kimin qarşısında etdiyinə bax. Allah qarşısında edilən hər bir günah əslində böyükdür. Rəbbimiz yalan danışmağı Qur'an-ı Kərimin bir ayəsində imanı olmamağın əlaməti kimi sayır. Allahın ayələrinə iman gətirməməyin əlaməti kimi sayır. Buyurur ki, Rəbbimiz biraz öncə xütbənin əvvəlində də oxuduğumuz ayədə Bismillahirrahmanirrahim İnnəmə yəftəril kəzibəl-ləzīnə lə yu'minunə bi-əyətilləh və uləikə humul kəzibun. Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydurarlar. Məhz onlar yalancıdırlar buyurur. Allah Rəsulü isə bir hədisində buyurur ki, bütün pisliklər bir otağa yığılsa, onun açarı, onun qapısı məhz yalandır. Ümumiyyətlə, insan günah etdiyi zaman əslində ona nemət verən, ona maddi, mənəvi nemətlər bəxş edən o Rəbb ki, bizə sonsuz sayda nemətlər verib, Quran-ı Kərim buyurur ki, əgər Allahın sizə vermiş olduğu nemətləri saymağa çalışsanız belə sayıb qurtara bilməzsiniz, o Rəbbə qarşı bir üsyandır. Günah bir yönlə də Allaha qarşı bir üsyandır. Ümumiyyətlə, imanla yalan bir yerdə qərar tutmayan iki varlıqdır. Yəni, iman varsa yalan yoxdur. Yalan varsa iman yoxdur və yaxud da ki, varsa da çox azdır. Bir insanın qəlbində iman varsa, dilində yalan yoxdur. Və yaxud da dilində yalan varsa, əksi olaraq qəlbində ya iman yoxdur və yaxud da ki, iman çox aşağı bir səviyyədədir. Allah Rəsulü bir hədisində buyurur ki, bir mömin yalan danışarsa, ondan çox üfunətli bir qoxu qalxar. Mənəviyyatı açıq olan insanlar hiss edər. Necə hissdir, necə üfunətlidir? Biz maddi
halımızla bəlkə də hiss edə bilmirik, amma Allahın Rəsulü buyurur ki, ondan üfunətli bir qoxu qalxar. Və sual etdilər Allahın Rəsulundan. Ey Allahın Rəsulü, ya Rəsulallah, mömin xəsis ola bilərmi? İnsanlıq halıdır. Allah Rəsulü buyurur ki, bəli, ola bilər. Mömin qorxaq ola bilərmi? Bəli, ola bilər buyurdu. Mömin yalancı ola bilərmi? Allahın Rəsulü buyurur ki, mömin yalancı ola bilməz. Mömin yalancı ola bilməz. Biraz öncə dediyimiz kimi, möminlə, imanla yalan bir-birinə uyuşmayan. Çünki Allah Rəsulü buyurur ki, münafiqin əlamətlərini sayarkən, buyurur ki, danışarkən yalan danışar. Sözə sadiq qalmaz və əhdinə vəfa etməz. Bunlar münafiq əlamətlərdir buyurur. Yalan danışan insan ilk öncə özünü aldatmağa çalışır, ən azından çalışır buna. Elə bir vəziyyətə gəlir, çıxır ki, yalan danışan, artıq yalan onun ruhunun qidasına çevrilir. Yalan elə bir mənəvi rəzillikdir ki, yalan üstə yalan gəlir. İnsan yalan danışdıqca digər yalanlara qapı açır, digər böyük günahlara qapı açır. Biz Quran-ı Kərimə baxsaq, Həzrət Yusuf əleyhissalamın bir çox peyğəmbərlərin qissələrini Rəbbimiz bizə anladı. Onlardan da biri Həzrət Yusuf əleyhissalamın qissəsidir. Qardaşları nə etdilər? Oynamaq adıyla Həzrət Yusufu apardılar, quyuya atdılar və cavablarında atasına nə dedilər? Qurd yedi dedilər, birinci yalan danışdılar. Sonra dedi, biz oynayırdıq, o bizim paltarlarımıza, əşyalarımıza nəzarət edirdi. İkinci yalana qapı açıldı. Yalan üstə yalan gəlir. Bu qədər mənəvi bir rəzillikdir. Allah Rəsulü buyurur ki, yalanın zərərlərini, insana vurduğu ziyanlar haqqında bəyan edir. Buyurur ki, yalan elə bir rəzil sifətdir ki, insan davamlı şəkildə yalan danışarsa, onun qəlbinə bir nöqtə düşər, qara bir nöqtə düşər. Əgər tövbə etməsə, istiğfar etməsə, ki dinimiz hər bir günahın yanında bir qapı açır, bizi ümidsiz buraxmır. Nə qədər günahımız olsa, xətamız da olsa, bilərəkdən və ya bilmərəkdən, amma Allah bir ümid qapısı açır ki, əgər sən tövbə etsən, əgər sən səmimi, nəsuh tövbə deyir Quran-ı Kərim, etsən Allah bağışlayar. Buyurur ki, insan yalan danışar və onun qəlbinə bir qara nöqtə düşər. Və bu hal, davamlı hal olduğu zaman artıq o nöqtələrin sayı artar, qəlb qara bir hala gələr, insan ruhu qaralar. Artıq insan həqiqəti, haqqı anlamaz hala gələr çatar. Bəzən insan belə bir hala gəlir ki, haqq söz deyirsən, həqiqət deyirsən, yenə qəbullənə bilmir. Çünki artıq qəlb və ruh qaralıbdır artıq. Quran-ı Kərimdə bir ayədə Rəbbimiz buyurur, Bismillahirrahmanirrahim. Xatamallahu ala qulubihim və ala səm'ihim. Allah onların qəlblərinə və qulaqlarına möhür vurmuşdur. Allah bizim qəlbimizə, qulaqlarımıza niyə möhür vursun ki? Ki yaranmışın ən üstünü insan tərif edir. Demək ki, ayə əslində bizə nəticədən xəbər verir. İnsan günahdan tövbə etmədiyi zaman, xətasına tövbə etmədiyi zaman artıq möhürlədi, yox möhürləndi. Öz qəlbini möhürlədi insan. Bu hala gəlib çata bilir. Ümumiyyətlə, dillə qəlb arasında çox dərin bir rabitə var. Dil nə edərsə, qəlb onun təsirinə düşər. Gözün də həqiqəti var, qulağın öz həqiqəti var. Gözün həqiqəti haqqı görmək, qulağın həqiqəti haqqı eşitmək, qəlbin həqiqəti, gözəllikləri həqiqəti üzərində saxlamaq. Artıq o qəlb qaraldıqdan sonra bunlardan əsər əlamət qalmır. Anamız xanım Fatimə, Allahın salamı olsun ona, bir hədisində buyurur, ömrünün son anlarında Həzrət Əli əleyhissalam buyurur ki, ya Əli, buyurur ki, mən ömrümdə bu üç şeyi sənə qarşı heç bir zaman etmədim. Əslində hədisi söyləyən anamız xanım Fatimə olsa da, hər kəs dinləyən, istər xanım, istər kişi olsun, hər birimizin götürəcəyi çox gözəl bir örnəklər var orada. Buyurur ki, bu üç şeyi sənə qarşı heç bir zaman etmədim. Nədir bunlar? Heç bir zaman sənin sözünün qarşısına əks bir söz demədim, deyir. Əks söz demədim. Bir xanım öz ailəsinə və ya bir kişi öz xanımına qarşı əks söz söyləməsə, necə bir ab-hava olar? Və ya söyləsə, nə olar? Mənəvi bağlar qopar. Ya Əlim, mən sənin qarşısında heç bir zaman sənin sözün qarşısında əks bir söz demədim. Heç bir zaman sənə xəyanət
etmədim. Xəyanət dediyimiz xəyanətdən deyil, ümumiyyətlə, düşüncə olaraq hər bir halda. Heç bir zaman sənə yalan söyləmədim. Ya Əli, baxın, bugün bizim ailə qalalarımız, Səadət ocağımız dediyimiz ailələrimizdə çox təəssüf ki, boşanmaların sayı artmaqdadır. Və təbii ki, yalan da bu məsələdə yan keçməyibdir. Ən azından biz, belə deyək, artıq 10 ilə yaxındır, artıq bu ay 10 ilə demək olar tamam olur ki, sizlə bir yerdə burada Allahın izinə xidmət göstərməyə çalışırıq, az da olsa. Və bu 10 il ərzində biz 6 nəfər imam olaraq, mən düşünürəm ki, onlar da bu sözümü təsdiqləyərlər, heç bir zaman iki tərəf, problem yaşayan tərəflər arasında maddi çətinlik sıxıntısının üzündən mən boşanıram deyə müraciətə gələn görmədik. Nə üzrə oldu bu problemlər? Ancaq mənəvi boşluqlar üzərində oldu. Bir xanım görmədim desin ki, bu kişi evə aylıq pul qazanmır, maaşı azdır, mən boşanıram. Bu boşluqların əksəriyyəti mənəvi boşluqlar üzərində oldu. Güvənsizlik, etimadsızlıq və təbii ki, işin içərisində yalan varsa, o işdə tövbə etməsə, bir gün gəlir ailə işığının sönməsini gətirib çıxardır. Nəticə etibarilə bir ailənin mənəvi, maddi işığı sönür və təbii ki, o ailədə böyüyən uşaqlara yaşanan o zərbələr heç bir zaman da onun həyatından əksik olmur. Yalan bu qədər ailənin nurunu söndürəcək bir mənəvi xəstəlikdir. İmam Baqir əleyhissalam buyurur ki, Allah pisliklər üçün qıfıllar yaratmışdır. O qıfılların açarını şərabdan qərar vermişdir. Yalan isə şərabdan daha pisdir. Əslində bu hədislər mübaliğə üçün, nəsə hər hansı bir digərindən üstün göstərmək üçün deyil. Əslində burada yalanın nə qədər ziyanlı olduğunu göstərir. Baxın, deyir Allah, pisliklər üçün qıfıllar yaratmışdır. Pisliklər bir otağa yığılsın, onu açmaq üçün onun qapısı şərabdır. Yalan isə şərabdan da pisdir. Niyə? Çünki şərab insanın fiziki cəhətdən məst edirsə, yalan da insan ruhaniyyətini, mənəviyyatını məst edir. Ümumiyyətlə, bəzən bizim günahlara baxışımız biraz fərqlidir. Allahın daha çox dəyər verdiyinə biz bəzən o qədər dəyər verə bilmirik. Məsələn, hər birimiz mömin olaraq, inanan insan olaraq bu məscidin həyətində, məsciddə bir şərab içən insan görsək, içkili halda məscidə daxil olsa nə edər? Təbii ki, reaksiyamız çox sərt olar. Amma yalan danışan bir möminə qarşı münasibətimiz şərab içən qədər deyil. Bu şərab içənə qarşı reaksiyamız necədirsə, yalan danışan möminə qarşı reaksiyamız o şəkildə deyil. Nə qədər Allah fərqli məsələlər qoyub ortaya. Və yaxud da ki, Allah qorusun, təbii ki, bunlar da dinimizdə bəyənilməyən bir əməldir. Bir zina edənə baxışımız necədir? Təbii Quran-ı Kərimdə zinaya yaxınlaşmayın. Amma dinimiz biraz öncə dediyimiz kimi buyurur ki, əgər o insan səmimi və nəsih tövbə edərsə, Allah onu bağışlayar. İndi zinaya baxdığımız kimi bir insan qeybət edir, ona baxışımız necədir? Eyni səviyyədədirmi? Deyil. Halbuki qeybət edən insanın halallığı olmasa Allah onu bağışlamaz. Bu qədər həssas bir məsələlər var. Bu qədər incə bir məsələlər mövcuddur. Bəzi günahlar var ki, insanın nemətin əldən çıxmasına səbəb olur. Bəzi günahlar var ki, insanın həya pərdəsini əlindən almış olur. Bəzi günahlar da var ki, insanın duasını həbs edir. Necə ki, İmam Əli əleyhissalam buyurur ki, Allahım, mənim o günahlarımı bağışla ki, dualarımın önünü həbs edir. Ümumiyyətlə, Quran-ı Kərim məntiqinə əsasən, hədislərə əsasən bizim başımıza gələn bir çox müsibətlər öz əlimizlə törətmiş olduğumuz günahlara görədir. Çünki Quran-ı Kərim də buyurur ki, sizin başınıza gələn bir çox müsibətlər öz əlinizlə törətmiş olduğunuz günahlara görədir. Günah insanın şəxsiyyətini alçaldar. Günah insanın mənəviyyətini həm dünyada rəzil eləyər, yalan, günah, həm axirətini puç eləyər. Ümumiyyətlə, insan niyə ilahi əmirlərə qarşı çıxır? Biz baxsaq, bütün günahların ortaq məxrəcinə nəzər alsa, bir məsələyə qayıdır. İnsan xoşbəxtliyi, səadəti Allahda deyil, dünya və onun ləzzətlərində axtarır. Niyə insan Allahın əmrlərini itaət eləmir?
səbəblərindən ən başlıcası budur ki, insan xoşbəxtliyi, səadəti dünya və onun ləzzətlərində axtarır. Və o hədəfinə çatmaq üçün heç bir zamanda qırmızı xətt gözləmir, hədd hüdud qorumur. Çünki hədəf qoyub qarşısına çatmalıdır. Uca Rəbbim bizləri hədd və hüdudları qoruyan qullarından qərar versin. Rəbbimiz bizi həm dünyamızı və həm axirətimizi xeyirli qərar versin inşallah. Quran-ı Kərimdə Rəbbimiz bir bəndəsini tərif edərkən, onun haqqında xoş sözlər deyərkən, həmən bəndəsi haqqında doğrusu adlandırır. Və biz baxsaq bir çox ayələrdə Peyğəmbərləri haqqında bu ayələri işləndirir. İnnehu kənə sidqan nəbiyyə. O doğrucu bir Peyğəmbər idi və s. Bu haqda bir çox ayələr mövcuddur. Ümumiyyətcə, Peyğəmbərlərin ilk əlamətləri təbii ki, doğruculuqdur, doğru olmaqdır və təbii ki, bu yolda çıxan, inanan insanın da xüsusiyyətlərdən biri əmniyyət yönüdür, əmniyyət sifətidir ki, güvənilən bir sifəti bir mömində lazım olan məsələlərdən biri budur. Əxlaq alimləri buyurur ki, bu xəstəlikdən, bu mənəvi xəstəlikdən qurtarmağın yolları, qurtuluşun yolları nədən ibarətdir? Buyururlar ki, bu xəstəlikdən qurtuluşun yolu təbii ki, ilk öncə insan təfəkkür etməsi, düşünməsi, nə üçün yaradıldığını, nə üçün yaşadığını və bir gün etdiyi hər bir əmələ görə bu dünyada da olması mütləq mənada axirətdə bunun hesabatı olacağını düşünməlidir. Və bilməlidir ki, insan yalanla əldə etdiyi bütün uğurlar olsun, müvəffəqiyyətlər olsun, istər mal, pul olsun, istərsə şan, şöhrət olsun, bir gün puç olacaq. Çünki təməli möhkəm deyil. Dəyərli müsəlmanlar, ümumiyyətlə yalan, günah, qeybət, bunlar hər biri mənəvi bir xəstəlikdir. O xəstəlikdən də təbii ki, qurtuluşun yolu Rəbbə yönəlməkdir, biraz öncə söylədiyimiz kimi, Allaha yönəlməkdir, Allahdan bağışlanmaq istəməkdir. Rəbbimiz o qədər rəhimlidir, o qədər mərhəmətlidir ki, öz qullarını ona doğru əl açan qullarından heç bir zaman əli boş qaytarmaz. Əslində mövzu o qədər ağır bir mövzudur ki, insan danışdığı zamanda öz həyatına bir nəzər edir ki, İnsanıq bəzən istərəkdən, bəzən istəməkdən bu hal bizdə baş verə bilir. Önəmli olan bu kimi şeylər bizi əslində o dəyərlərimizə qaytarmaq. Əslində bu kimi mövzular bizi həyata keçirə bilməyəcəyimiz işlər üçün yenidən təfəkkür etmək, yenidən düşünmək və işlədiyimiz hər bir xətadan Allaha yönəlmək. Çünki qul xətasız olmaz. Rəbbimiz ən böyük ümidverici bir ayədə, biz bunu xütbələrdə dəfələrlə demişik ki, o qədər ümidverici ayədir ki, insan elə bu ayəni düşünsə, bu ayə haqqında həqiqətən təfəkkür eləsə, Allahın rəhmətinin haqqında düşünsə və düşünər ki, Allah bağışlayacaq ki, o məşhur ayədə Rəbbimiz buyurur ki, ey mənim günahda hədlərini aşmış bəndələrim, Allahın rəhmətindən ümidsiz olmayın. Uca Allah bizləri ümidsiz qullarından qərar verməsin inşallah. Uca Allah bizim dilimizə hakim olmağı cümləmizə nəsib etsin. Çünki bir çox insanların başına nə bəla gəlibsə, onun dilindən gəlibdir. Çünki bir nəfər də Allah Rəsuluna sual edir, ey Allahın Rəsulu, bu xəstəlikdən qurtuluşun yolu nədir? Allahın Rəsulu buyurur ki, dilinə nəzarət elə dilini qoru. Və digər bir şəxs gəlir Allah Rəsulunun yanına ki, ey Allahın Rəsulu, mənə əməllərin ən faydalısı nədirsə, onu tövsiyə edib, onu gedim icra edim. Allahın Rəsulu buyurur ki, yalan danışma. O insan düşündü ki, buna deyəcək ki, namaz qıl, belə gecə ibadətlər elə, bu sədəqələri ver. Amma dedi ki, yalan danışma. Niyə? Çünki yalan bütün günahların başı olacaq. Hər hansı bir günah etsə də belə, nəticə etibarilə bir gün onu demək məcburiyyətində qalacaq. Ya təsdiq etməlidir, ya da ki, məcbur qalıb inkar etməlidir. Ona görə də uca Allah bizləri yalandan qorusun, dilimizi, özümüzü, ailəmizi, övladlarımızı, sevdiklərimizi, uca Rəbbim gənclərimizi, xalqımızı, millətimizi imanla şərəflənməyə nəsib etsin inşallah. Allah hər birinizdən razı olsun.